فَإِذَا سَأَلَكَ عِبَادِي أَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ. Nəql edirlər, bir kəs gəldi Peyğəmbərin xidmətinə, Peyğəmbər Əkrəmdən soruşdu, Allah yaxındır, biləsiylə yavaş danışam, ya məndən uzaqdır, ucadan danışam. Bu ayə nazil oldu. O zaman ki soruşurlar Peyğəmbər səndən məni, mənim bəndələrim, mən yaxınam, çağıranın çağırmağını cavab verirəm məni çağırsa. Pəs məni çağırın, mənə iman gətirin, ləəlləhum yərşudun. Ümid ki siz məqsədə çatasınız, yolu tapasınız bundan. Bu ayədə 7 dəfə Allah özünü göstərir bəndələrinə. Mənim bəndələrim məndən soruşalar, mən yaxınam, mən cavab verirəm, məni çağırsalar, bundan mən demanla istəyir duada Allah, insan Allaha yaxın hiss eləsin. İnsan Allaha hiss eləsə yaxındır, daha çox danışa bilər Allahla. Allah özü buyurur, mən sənə yaxınam, sən də mənə yaxın ol, sən də hiss elə. Mən sənə şah damarından yaxınam. Bir ayədə bundan da incə buyurur. Buyurur ki, mən səndən qəlbin arasındayım. İnnəllaha yəhulu beynəl mər'i və qəlbi. Yəni, mən sənin qəlbi səndən barışdırmışam. İstəsən özü də tapasan, məni tapmaqlısan. Məni unutsan, özü də unudasan. Nəsullah fəənsahum ənfusahum. Bəzi insanlar Allahı unutdular, nəticədə özlərini unudarlar. Niyə özlərini unudarlar? Çünki innəllaha yəhulu beynəl mər'i və qəlbi. Çünki Allah insanın qəlbinin arasındadır. Yəni, Allahı tapmaqla insan özünü tapar. Bu ayə oruc ayələrinin davamında, yəni oruc vaxtlarında insan dua əhli olmalıdır. Dua ilə orucunu uyğunlaşdırmalıdır. Dua ibadətdir və bir də bir halətdir. Əsl bu halətliğidir. İnsan iki məsələni dərk eləsə dua halındadır. Bir budur ki, bilə özü fəqirdir, heç nəyi yoxdur. Hər nə vardı asılıdır. Allah da qəniyyə mütləqdir, hər nəyi vardı. Bunu hiss eləsə, insan daimə dua halında olar. Hətta əlində qapının açarı da olsa, bilər ki, mümkündür açmayan. Fəqət o vaxt dua eləməzsə, açar tapanmır, qapını açmaq vəsaiti tapanmır. O vaxt ki, vəsilə əlindədir də dua eləyər. Dua bir içəridən bir baxışdır ki, özünün heç nəyi yoxdur və Allahın hər nə Allahın əlindədir, asılıdır Allaha. Vaxtı insan bu hissə yetişdi, həmişə Allaha təvəkküllə baxar, həmişə Allaha bağlı özünü hiss eləyər. Bu, Allah-u Teala bu ayədə buyurur ki, dua eləyin və dua sizin qabiliyyətinizi çoxaldar. Bəzilər dua məsələsində üçün duanın mahiyyətini dərk eləməyiblər. Gəliblər, deyiblər, dua səbəbdir insan işdən qalsın. İşləməsin, dua eləsin. Dua öcür deyil. Dua yəni işləri işlə. Eyni halda ki, işləysən, bil ki, bu iş bağlıdır Allaha bir. O yerlərdə ki, işin gücü çatmaz, Allah bu işi təkmil eləyər, iki. Dua Allahın dərgahına elə bir bəzilər deyilər, fuzulluqdur. Allah istəsə verər də, təslimçiliqlə müxalifdir. Öcür deyil. Dua Allaha təslim olmaqdır. Çünki Allah özü buyurur, bu qapını açmışam. Və insan öz qabiliyyətini çoxaltmaqda Allahın feyzindən daha çox istifadə edəsin. Duanın şəraiti var, ixlasla insan dua eləsin, haram maldan qutulsun, dua eləsin və sair şərait ki, bu şərait səbəbdir insan duada Allaha yaxınlaşsın. Pəs dua insanın halətini ümid halətinə çevirər, naümidlikdən quturar, bağlandırar insanı sonsuz qüdrətə və bu insana böyük bir dayaqdır, böyük bir dayaq olanda insan yorulmaz həyatdan və həyata müsbət baxar. Yine Allah-u Teala bu ayədən sonra başlayır, oruc ayələrini davam verir. Bilirsiniz ki, oruç tutanda İslamın əvvəlində fəqət iftar vaxtı yemək var idi. Da o başlanğıcacan yox idi sübhə qədər. Bir də
o əlaqələr ki xanım ağa arasında ailədə var idi, onlar da əsla yox idi. Yəni onlar halal deyildi kullan bir ayı. Bu iki məsələ müsəlmanlara o zaman əziyyət ağır idi. Bir budur ki, təkcə iftar vaxtı yemək, bəzən yorğun idilər, yatırdılar, daha onda görə 24 saatın hamısını da yeməyəydilər. Bəzi cavanlar da kontrol eləyəmədilər və əziyyətə düşürdülər bu məsələdən ki, bir ayı əslan ailə əlaqəsi gərək olmaya. Allah-u Teala bu ayələrdə tazadan hökmü biraz yüngüllük verir, buyurur ki, o hellə ləkum, sizə halal oldu leylətəs siyam, gecə, oruc gecələri halal oldu. Ər-rəfəsu ilə nisaikum, öz yoldaşlarınızla olmaq, onlar sizə libasdır və siz onlara paltarsınız. Siz onlara libassınız, onlar da sizə libasdır. Libas gözəl bir ifadədir ailəyə. Libas soyuqdan, istidən qoruyar insanı. Eybilərini örtəndir, zinətdir, həyat yoldaşı bir-birinə eybi örtəndir, zinətdir, şəhvətlərdən qoruyandır və gözəl bir ifadə ki, Allah-u Teala ailə barəsində burada işlədibdir. Əliməllah ənəkum kuntum təxtanun ənfusakum. Allah bilir, siz özünüzə xiyanət edirsiniz bu oruc hökmündə və riayət eləyənmisiniz. Allah sizi bağışlayır və əfa ənkum və sizi əfv eləyir, yüngüllük bir dərəcə gətirir sizin oruc hökmünüzdə. Fəl'an başiruhunna. İndi eləyə bilərsiniz, ailələrinizlə olasınız və tələb eləyin o ki, Allah sizə yazıbdır. Yəni, ovlad tələb eləyin, nəslinizin bəqasını tələb eləyin bu ailə qurmaq sistemindən və yiyin və üçün ta sübhə qədər da, gecə iftar fəqət yiyin yox, ta o vaxta qədər ki, sübhün ağlığı gecənin qaranlığından seçilsin, fəcr olsun, sübh olsun, o vaxtadan yiyin, sonra tazadan yine gecəyəcən oruç tutun və daha əlaqələri kəsin gecəyəcən və əntum və la tubashirunəhunna və entum akifun. Amma əgər etikaf əhlisiniz də, etikafda gecə gündüz heç birində əlaqə olmaz. Yemək olar, axşamça iftar vaxtı vəli də ailə əlaqələri olmaz. O vaxt ki, məsciddə etikafınız var. Bunlar Allahın həddiləridir, Allahın həddilərindən yaxınlaşmayın. Allah hökmlərini sizə izah eləyir. Bu ayələr göstərir ki, Allah-u Teala insanların tələbatını da nəzərə alır əhkamda və o əhkamda bəzən əfvi nəzərə alıbdır insanın tələbatına münasib və qanunların biri də budur ki, həyat yoldaşları bir-birinə o qədər incə bir ifadə ilə bildirir ki, bunlar bir-birinə libasdırlar, zinətdilər və bir-birinin eybini örtəndilər və bir-birini günahlardan hifz eləyəndilər. Əssalamu aleykum və rəhmətullah və